Manna dövlətinin rəhbər adlarına baxası olsaq, görürük ki, demək burada İranzu, Aza, Ulus, Aser və Uali adlı adlar olduğunu görürük. Və qeyd edim ki, o dövrün əlifbası və ya mixi yazısı fərqli mənbələrdə fərqlidir. Günümüz əlifbasına uyğun değildi. Və bu səbəbdən də həmin adlar zaman-zaman fonetik olaraq fərqli yazılırdı. Zaman-zaman isə onu qeydə alan öz dilinə çevirərək öz dilindəki mənalarla qarşılığını verməyə çalışırdı. İranzu demək eramızdan əvvəl 740-719-cu illərdə hökmdar olmuşdu və onun adı əslində İranzu olan ad Hərən olaraq düşünməliyik. Və növbəti xanın adı Azadır. Bu Aza bizim dilimizdə şad, uca və ya üst olan söz kökü ilə bağlıdır. Şad sözünü şahzadə mənasında türk dilinə aid olduğunu dilçilər qəbul etsə də, çox təəssüf ki, usta sözünü fars dilinə aid edir. Əslində usta sözü nədir? Üst. Yəni bir şeyin üstü. Növbəti hökmdarın adı Uali kimi yazılıb. Bu əslində artıq adını çəkdiyim Ulubi tayfasında da olan lələ sözündən başqa bir şey deyil. Növbəti hökmdar demək eramızdan əvvəl 716-680-ci illərdə hökmdarlıq sürüb, onun adını Aşer kimi qeyd edirlər. Bu əslində ağa və sar sözünün kökünün birləşməsindən formalaşmış bir addır. Biz bunun bənzərini Midiya dövründə də Kiaksarda görəcəyik. Kiaksar əslində qağa, xaqan və sar sözü ilə əlaqədardır. Sar sözü Hami-Sami dillərində hökmdar mənasına gələn bir sözdür. Bu sar sözünün kökündən demək Misirdə tanrıçı olan Osiris günəşi təmsil edir. Dilimizdə sarı sözü var, rəngi təmsil edir və həmçinin bu hökmdar mənasına gəlir. Necə indi biz deyirik şahlar şahı, xanlar xanı. Bax o dövrdə də eyni məntiqin davamı kimi ağa və sar sözünü birləşdirir və ağa sar sözünü formalaşdırır. Daha sonra da biz onu qeyd etdiyim Midiya dövründə Kiaksar, yəni qağa və sar sözünü birləşdirib Kiaksar kimi qarşımıza çıxdığını görəcəyik. Və eyni ilə sonuncu şahda yenə Uali ikinci kimi qeyd olunur ki, bu da yenə artıq qeyd etdiyim kimi lələ adından başqa bir şey deyil. Manna dönəminin sonunda Manna ilə Asurlar və Babil ilə Midiya dövləti birlik ittifaq quraraq vuruşur və nəticədə bu Madlar ilə Babillərin qələbəsi ilə yekunlaşır. Yəni dolayısıyla Manna dövlətinin süqutu Mad dövləti ilə bağlıdır. Yəni Manna dövlətinin üstündə Mada dövləti qurulacaq.